Bu iri və qalın ayaqları görürsünüz, sanki dinozavr ayaqlarına bənzəyir. Bu dünyanın ən nadir və bahalı toyuq cinslərindən biri Dong Taodur. Bu toyuqların adı Vyetnamın Dong Tao kəndi ilə bağlıdır və xüsusilə kral ziyafətləri üçün yetişdirilirdi. Onları digərlərindən fərqləndirən əsas xüsusiyyəti nəhəng və kopud ayaqlarıdır. Bu cinsin böyüməsi adi toyuqlara nisbətən daha uzun çəkir. Dişi toyuqlar ildə təxminən 60-70 yumurta qoyur. Amma balalarının yetişdirilməsi çətindir və xüsusi qulluq tələb edir. Bu toyuqların əti çox ləzzətli sayılır və bazarda yüksək qiymətə satıla bilir. Bəzi hallarda bir cüt Dong Tao toyuğu yüzlərlə, hətta minlərlə dollara satıla bilər. Nadir və dəyərli olduğu üçün bu cinsin qorunması və yetişdirilməsi xüsusi qayğı tələb edir. Sizcə belə bir toyuq saxlamağa dəyərmi? Daha maraqlı heyvan videoları üçün kanala abunə olun və bizi izləyin.